yeniliyi biz başa düşə bilmirik ki, görək indi bu nə baş verdi, indi nə baş verdi, indi nə baş verdi, beta'da başqa şey olur, burada başqa şey olur. Əslində bizə görə bundan əvvəlki videomuzdur, amma siz nə vaxt bu videonu görürsünüz bilmirəm. Bundan əvvəlki videomuzda rəqəmsal texnologiyaların, rəqəmsal fotoqrafiyanın gəlməyindən axırıncı danışırdıq və orada rəqəmsal fotoqrafiya ilə bir yerdə Photoshop məsələsindən danışdıq. Photoshop əslində əvvəl başqa adla var idi. 1988-ci ildən. Elə bil Photoshop'un atası var idi. Sonradan onu Photoshop adlandırdılar və bu bütün məsələləri bunların hamısı keçdi Adobe şirkətinin tərkibinə və Adobe bütün bu proqramları özünün sonradan Creative Cloud-unda nəynədi? Birləşdirdi. İndi bugün danışırıq biz Photoshop'un bazara gəlməyindən və Photoshop'un bugünkü vəziyyətindən və onun foto sahəsində dəyişdirdiklərindən. İndi artıq elə bir formadadır ki, hər gün nəsə dəyişir, amma hamımız üçün aydındır ki, yəqin ki, əvvəllər məsələn necə olurdu? Məsələn, ildə bir dəfə nəsə bir təzə texnologiya çıxırdı bu son vaxtlarda. Ondan əvvəl məsəl üçün 3 ildən bir dəfə nəsə bir hansısa bir təzə bir şey çıxırdı və bizim hamımız oturub onu səbirsizliklə gözləyirdik ki, hə, indi təzə bir şey çıxacaq, Adobe təzə bir şey elan eləyəcək və yaxud da hansısa bir şirkət təzə bir kamera çıxardacaq və s. da belə bu formada gedirdi məsələlər. Amma indi biz hər gün tez gözləyirik ki və xəbərləri artıq belə deyək ki, izləyə bilmirik. Yəni izləyib çatdıra bilmirik ki, orada nə baş verir. Çünki bu AI məsələləri, texnologiyaların gəlməyi, əvvəl məsələn necə olurdu? Əvvəl insanlar öyrənirdilər bu vaxta qədər baş verən hadisələri. Yəni kimsə bir-birinə deyirdi. O vaxt necə idi? O vaxt YouTube yox, insanlar telefon yox, bir şey yox. Adamlar bir-birlərinə deyə, hə bunu belə eləsə yaxşı olar, bu belə olsa yaxşı olar. Hə orada Photoshopda bir dənə belə şey var, o belə dəyişsə yaxşı olar deyirdilər. O gedib Adobe-yə çatana qədər, o məsələ gedib Adobe-yə çatana qədər 3 il, 2 il, 5 il keçirdi və o məsəl üçün Adobe-yə məntiqli gəlirsə onu çıxardırdılar. Sonradan məsəl üçün YouTube gələndən sonra necə oldu? Cəmaət başladı YouTube-da bu məsələni danışmağa. Hələ YouTube 2005-də gələndən sonra yəni YouTube-a nə videolar yüklüyürdülər, belə bu formal şeylər yox idi da. Sonradan 2008, 2009, 2010-cu illərdə artıq bu formal şeylər daha da məşhurlaşmağa başlayır YouTube-da. Video kameraların zaten gəlməyi ilə daha da başlayır məşhurlaşmağa və adamlar artıq bu insanların onlara qarşı olan bu feedback deyirlər, geri dönüşlər. Feedbacklərinə daha çox qulaq asmağa, daha yeni texnologiyaları buraxmağa, istehsas eləməyə doğru davam elədilər. Amma bu da işi bitirmir. Orada da yenə insanlar işləyirdilər bu işi öyrənmək üçün, baş verən hadisələri öyrənmək üçün, yeniliklərə qarşı cavab vermək üçün. Amma indi AI var, böyük databazalar var və onlar 1000 nəfər adamın gördüyü işi, 1000 nəfərin öyrəndiyini nə bilim bir neçə dəqiqə ərzində onu analiz edir və ona qarşı cavab verir. İndi texnologiyalar daha sürətlə inkişaf eləməyə doğru gedirlər. Yəni daha tez yeniliklər baş verir. Bayaq dediyim kimi artıq biz onları izləyib çatdıra bilmirik. Yeniliyi biz başa düşə bilmirik ki, görək indi bu nə baş verdi, indi nə baş verdi, indi nə baş verdi, beta'da başqa şey olur, burada başqa şey olur, sürətli şəkildə dəyişirlər. Photoshop'un ilk dəfə bazara gəlməyi, şəkillərin üzərində edit eləmək məsələsi artıq bu rəqəmsal fotoqrafiyanın da başlamağı ilə bir yerdə çox böyük yeniliklərə doğru gətirdi. Əvvəlki videoda danışırdıq, şəkilləri tutaq ki, 36 dənə kadrımız var idi, orada bizim səhv eləmə ehtimalımız yox idi. Sonra Photoshop'un gəlməyi ilə, rəqəmsal fotonun gəlməyi ilə artıq şəkillərin üstünə daha yaxşı edit eləyə bildik. Yəni olan hansısa bir şeyi dəyişdirə bildik. İndi AI ilə isə olmayan bir şeyi qoyuruq ora və yaxud da olan bir şeyi oradan çıxardırıq. Daha sürətli şəkildə, daha tez-tez, daha yaxşıya doğru, axır kimə görə, daha pisə doğru da ola bilər. Artıq bu texnologiyalar dəyişir və bunların hamısının bazası 88-ci ildə Photoshop'un belə deyək ki, gəlməyini biz bu məsələni bağlayırıq. Artıq redaktə məsələləri, çoxlu şəkildə çəkmək məsələləri bununla belə deyək ki, həll olur. Bu Photoshop idi. Onun arxasıca Premiere Pro məsələsindən danışaq və Premiere Pro'nun timsalında DaVinci, Final Cut və digər və CapCut'ın belə deyək ki, bazara gəlmək məsələlərindən danışaq. Əvvəl məsələn kəsilən kadrları bir-birinə birləşdirib videonu montaj eləyirdiksə, artıq Premiere Pro ilə biz burada montaj eləyirik timeline'ın üzərindən. Bu sahənin belə deyək ki, ilk bazalarıdır, ilk atalarıdır. Premiere Pro'da dostumuz var bizlə bir yerdə işləyən, deməli bizdə montaj işləri görür. Abu, o deyir ki, bu Premiere Pro elə çox əvvəldən var idi deyə
hamı əvvəldən ona öyrəşib deyə orada yeniliklər çox az gedir, arayüz çox az, tez-tez dəyişmir, çünki cəmaət ona öyrəşiblər və s. Amma elə bu sahəyə bütün bu məsələlər gətirənlər olardılar. Yəni Premiere Pro-dur. Onlar əvvəldən bu sahədə var idilər, montajı gətirdilər, montaj eləməyə başladı, artıq rəqəmsal video formatları və s. hamısı onunla yavaş-yavaş belə deyək ki, üzə çıxmağa başladı. Bir elədiyiniz səhv sizin dəqiqələrlə, bəlkə də saatlarla, bəlkə də heç geriyə qayıtması mümkün olmayan şeylər ola bilərdisə, artıq belə şeylər yoxdur. Bu da bizim rəqəmsal video montaj məsələləri və digər danışacağımız da növbəti məsələ isə rəng məsələsidir. Artıq rəng məsələsindən bəzi videolarımızda, işıq məsələlərində falan danışmışıq, amma DaVinci Resolve, yəni rəng deyəndə hamının ağlına DaVinci gəlir. Və mən görmüşəm, bu adamlar çox vaxtı DaVinci deyəndə ancaq orada rəng olduğunu düşünürlər. Amma halbuki DaVinci proqramının içərisində həm səs üçün ayrı modulu var, qrafikalar üçün ayrı modulu var, rəng üçün modulu başqadır, montaj üçün modulu başqadır və siz orada bütün işlərinizi əslində eyni proqramın içərisindən görüb apara bilərsiniz. Yəni onun içərisində eləyə bilərsiniz bütün işlərinizi. Amma DaVinci özü hər kəsin ağlında sırf rənglə bağlı bir proqram kimidir və sırf rəngə fokuslanan və bu gün də ən böyük productionların, ən böyük videoların rəngləndiyi məkan elə DaVinci proqramının özüdür. DaVinci'nin içərisində onların hamısı montaj olunurdular, rəngllənirdilər daha doğrusu. Bizdə indi bu məsələlər, bu rəng məsələləri yavaş-yavaş, indi məsələn təzə çəkilən seriallarda görürsən ki, Azərbaycanda çəkilən seriallardan söhbət gedir. Görürsən ki, biraz rənglərdə nələrsə dəyişir, amma hələ də çox azdır. Yəni ki, bu rəng məsələsi elə bir şeydir ki, insanlara o duyğuları çatdırmaq məqsədi ilə olan bir şeydir. Yəni rəng sadəcə yalandan rəngi düzəltdim, qoydum, bu formada olmalı deyil. Rəng insanlara duyğuları çatdırmalıdır, insanlara hissiyatlarını dəyişdirməlidir. Daha isti tonlar insana daha yaxın hiss elətdirir, daha soyuq tonlar insandan uzaqlaşdırır, qorxu yaradır. Arada elə bil ki, pərdə qoyur da, belə deyək. Bu rəng məsələlərinə də artıq grading, yeni müasir grading dövrü də məhz DaVinci ilə bu formada başlayır və bugünkü hissiyatları keçirmək məsələsinə gəlib çıxır. Məsələn, hansısa seriala baxırsan, görürsən ki, orada kimdənsə danışanda rəng tonları həmişə sarı rənglərdədir. Amma kimlərdənsə danışanda rəng tonları həmişə soyuq rənglər olduğunu görürsən. Və yaxud da tutaq, kiminsə ölümü yaxınlaşdıqca orada soyuq rənglərdən istifadə edirsən. Yenə də həmin misalı çəkəcəm. Əvvəl onu başqa timsala çəkmişdim, amma indi yenə ondan çəkəcəm. Crown serialında məsələn, orada Elizabetin Kral 4-cü George'un ölümünə doğru yaxınlaşdıqca temperatur soyuyur. Elizabetin deməli kraliça olacağı, queen olacağı vaxta doğru yaxınlaşır. Atasının artıq belə deyək ki, xəstəlik vaxtlarıdır, əməliyyat olunub, əməliyyatdan çıxıb. Hamıya deyir ki, yaxşıdır, amma əslində vəziyyətin pis olduğunu ancaq özü bilir də, belə deyək. Həmin vaxtlarda atası ilə bağlı olan hissələrdə həmişə soyuq rəng tonlarından istifadə olunur. Amma kino sonradan getdikcə Elizabetin belə çiçəklənən vaxtlarından danışanda hər yerdə rəng tonları nisbətən sarıya yaxındır. Və o səni daha çox sevincli, daha yaxşı günlərin olduğunu göstərən bir formada eləyir. Yəni, böyük productionlarda, böyük yerlərdə bu rəng tonları ilə insanlara, heç bəzən insanların özünün də başa düşmədən müəyyən duyğuları çatdırmağa bacarırlar. Ümid edirik, bizdə də bu yaxın vaxtlarda olacaq. Danışacağımız digər bir məsələ də artıq 3D, belə deyək ki, dizaynların, 3D proqramların bazara gəlməyi məsələsidir. 3D dizayn proqramları deyəndə yəqin ki, hər kəsin ağlına gələn proqramlar var da. Blenderdir, Cinema 4D-dir və Autodesk şirkətinin buraxdığı 3D Max-dir. Bu proqramların hamısı kifayət qədər professional yerlərdə istifadə olunurlar. Hərəsinin özünə məxsus, belə deyək ki, sahələri var, amma hamısının içində hamısına aid şeyləri nisbətən yığmaq olur. Yəni kim hansını istifadə edirsə gedə bilər. Və bu proqramlar bu 3D sənayesinin belə deyək ki, başlanğıcını qoyan yerlərdən biri idi. Əvvəllər məsəl üçün bunlar necə düzəldilirdi? Əvvəllər bunlar modellər hazırlanmaqla düzəldilirdi. Kimsə məsəl üçün əllə hazırlayırdı,
hansısa qəlibə tökərək müəyyən modellər hazırlayırdılar və bununla öz işlərini təqdim eləyirdi insanlar və yaxud da çertyojlar böyük vərəqlərdə çəkilməklə kimisə təqdim olunurdu. Amma bu proqramların gəlməyi ilə, bu proqramların belə deyək ki, bazarda göstərməklə artıq 3D modellər dövrü başlayır. İnsanlar, nə bilim, evləri çəkirlər. Kinolar məsəl üçün bunun içərisində qurulur artıq, amma bu proqramlar 3D proqramlar CGI-ların əsasını təşkil eləyir. Bu bayaq danışdığımız CGI effektlərinin əsası elə bu proqramlarda yaranır, orada qururlar, sonra onu animasiya elətdirirlər, video halına salırlar və bu formada 3D proqramlar bizim belə deyək ki, daimi gördüyümüz kinoların və sair içərisinə daxil olmağa başlayır. Bununla da artıq bazar dəyişir getdikcə. Və ən çox da əsas bunun da belə deyək ki, bazası Google Docs-larla qoyulmağa başlayır. Cloud üzərindən onlayn olaraq kollaborasiya şəklində insanların bir-biri ilə işləmək məsələsi. Bu da yeni texnologiyadır və bu texnologiyanın bazara gəlməyi artıq bir çox məsələləri həll eləyir. Əvvəl məsələn, tutaq ki, hansısa işi, tutaq ki, kiməsə göstərmək üçün, müştəriyə göstərmək üçün onu çap eləyirdilər, müəyyən, belə deyək ki, qovluqlar hazırlayırdılar, portfolyolar hazırlayırdılar, portfolyoları papkalar şəklində özləri ilə gəzdirirdilər. Hansısa bir iş yerində, məsələn, hansısa bir faylın üzərində işləmək üçün onu çap eləyirdilər, bir yerdə bir neçə dənə, belə deyək ki, kolleqalar, iş yoldaşları bir-biri ilə işləyirdilər, sonra onu, məsəl üçün, elektron varianta çevirirdilər, amma artıq belə bir şeylər demək olar yoxdur. Artıq belə bir şeylər demək olar istifadə olunmur. Bulut texnologiyası ilə, cloud texnologiyası ilə artıq insanlar bir yerdə onlayn şəkildə işləyərək, müzakirələr apararaq, görüşlər eləyərək artıq həmin o hazırlanan məhsulları bir yerdə onları ortaya çıxarda bilirlər. Əslində mən deyərdim koronadan sonra bizdə məsəl üçün onlayn görüşlər yaranmağa başladı da yox. Sən ondan əvvəl eşitmişdin məsəl üçün onlayn görüş eləyir kimsə. Zoom adını eşitmişdin sən koronadan əvvəl. Да. Eşitmişdin? Уроки, да, преподавали? Были, Koronadan əvvəl. по-моему, да. Da? По-моему, были такие онлайн-уроки, которые преподавались. Mən eşitməmişdim. Yəni mən yalandan danışacaq bir şey yoxdur. Mən gördüm məsəl üçün YouTube-da zətdə videolar var idi. Amma məsəl üçün mən koronadan sonra gördüm ki, artıq cəmaət Zoom-u yüklədilər, Teams-dən istifadə elədilər, onlayn görüşlər başladı, dərslər onlayn getməyə başladı və artıq insanlar onlayn şəkildə öz evlərində bir yerdə başqa işçiləri ilə, başqa komanda yoldaşları ilə bir yerdə işləməyə başladılar, belə deyək də. Bundan da əvvəl bu cloud texnologiyası ilə, Google-un Docs-ları ilə bu məsələlər gəlir. İnsanlar eyni faylın üzərində eyni adam işləyə bilir. Artıq bu Adobe-nin proqramlarının içində də, digər proqramların içində də artıq belə məsələlər var və insanlar qoşulub birbaşa işləyə bilirlər. İndiki baş verən proseslərdən danışmayacağam, çünki app bazasından danışıb, indi baş verənlərdən danışsam, orada yerlə göy qədər arasında fərqlər var. Çünki indi baş verən texnologiyalar tam olaraq başqa şeylərdir. Ona görə də bu bazarda olan yeni məsələlərdən, indiki bazarımızda yox, ümumiyyətlə, yəni bu sahədə gələn yeniliklərdən danışdığımız o birisi seriyamızın da sonuna gəlib çatırıq. Gələn videomuzda görüşərik. Hər sağ olun.